Salamlar, vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmişsiniz. Mənim adım İlkindir. Bugün yanımda Hüseyin Abbaslı var. Hüseyin Abbaslı süni intellekt mütəxəssisliyi ilə məşğuldur. Bir neçə böyük şirkətlə sırf dəstək xətti üçün hazırladığı, data analitika üçün hazırladığı və ya fərqli CV oxuması üçün, HR xidməti üçün bunlar üçün hazırladığı AI botlarını satır və Azərbaycanda bunu ondan başqa eləyən hələ ki ikinci bir xidmət göstərə bilən, verən adam tanımıram. Ona görə bu günləri Hüseyni dəvət eləmişik. İstəyirəm özü haqqında, biraz işləri haqqında biraz danışsın, tanışlıq versin. İlk növbədə hər birinizi salamlayıram. İlk növbədə və ilkinə çox sağ ol deyirəm ki, məni bura çağırdı və bu videonu təşkil elədim. Belə deyək, açıq deyək, süni intellekt bilirsiniz ki, davamlı olaraq inkişaf edən bir sahədir. Artıq demək olar ki, süni intellektin dəhşət çox sayda modelləri var və hər bir şirkətdə demək olar ki, süni intellektə keçid etməyə başlayır. Öz hansı sahələri ki, avtomatlaşdıra bilərlər, həmin sahələrdə mütləq şəkildə süni intellektə əl atmağa başlayırlar. İndi gəlin açıq danışaq, modellər də demək olar ki, gündən-günə təzəsi yaranır, inkişaf eləməyə başlayırlar. Məsələn, Çinin təzəlikcə DeepSeek modeli yarandı, sonra Elon Musk təzəlikcə yeni öz modelini buraxdı fəaliyyətə. Davamlı olaraq inkişaf edən və böyüyən bir sahədir və buna görə də süni intellekt sahəsinə yönəlməyi həqiqətən də çox adama tövsiyə edirəm. Ən azından onların iş prosesini öyrənin, maraqlanın, çünki mütləq şəkildə gələcəkdə hardasa işləsəz belə süni intellektdən mütləq şəkildə istifadə edəcəksiniz və mütləq şəkildə bilməyiniz vacibdir. Elə buna görə də mən sizin ən çox verəcəyinizi fikirləşdiyim, həm də ki, sənin haqqında məlumat almaq istəyənlər üçün maraqlı olan bir neçə sual hazırlamışam. Onları bir-bir verəcəm sənə. Elə birinci sualım budur. Necə oldu ki, süni intellekt mühəndisliyinə, mütəxəssisliyinə, necə deyimsə elə ona başlamağa qərar verdin? Yəni bundan əvvəl bu sahə ilə bağlı araşdırmaların, ümumiyyətlə bir girişimin olmuşdu mu? Ümumiyyətlə bu sahəyə girişimi eləməmişdən əvvəl fərqli hansı sahələr yoxlamısan? Fərqli sahələr deyəndə fərqli çox sahə yoxlamışam. Elə onlayn ticarətini özüm belə yoxlamışam, SMM-lik belə yoxlamışam, amma bazar araşdırması elədikdən sonra yenə də son nəticə olaraq və gələcəyin perspektivinə baxaraq süni intellekti seçdim. Burada çox analizlər oldu. Həm bazar analizi olundu, həm gələcəkdə nələr inkişaf eləyir, nə yaxşı pul qazandıra bilər, gəlin açıq danışaq, nələr yaxşı pul qazandıra bilər, nəyə böyütmək olar, qlobal bir şeyə çevirmək olar. Bunların hamısını analiz elədikdən sonra son nəticə olaraq süni intellektə dayandım. Süni intellektə dayandıqdan sonra bunu öyrənməyə başladım, öyrəndəndən sonra elə sürətli də inkişaf eləməyə başladım və başladım yavaş-yavaş şirkətlərlə işləməyə. Tələbat olduğu üçün şirkətlərlə iş prosesi belə sürətli başladı və yavaş-yavaş da davamlı olaraq böyüdürəm. Bu çox qəşəng əslində. Sən hal-hazırda aktiv olaraq şirkətlərlə, holdinqlərlə belə əməkdaşlıq elədiyi işləmişəm. İşləmişəm, yəni portfolyomda görmüşəm açığını desən. Bəli. Yəni ondan əvvəl bizim qətiyyən 5 illik dostluğumuz yox idi. Zarafat edirəm. Sadəcə həqiqətən də onları gördükdən sonra istədim ki, davamlı bir şəkildə səninlə bunu insanlara paylaşaq. Yaxşı. Gündəlik həyatda ən çox istifadə etdiyin süni intellekt hansıdır? Açıq deyim, mən süni intellekt modellərinin çoxsundan istifadə edirəm. Amma birində dayansaq ən çox istifadə etdiyim Gemini'dir. Çünki Gemini bir optimal seçimdir də, belə deyimsə. Gemini həm gündəlik işlərimi, statistikalarımı, analizlərimi hamısını bir yerdə həll edə bilər deyə, həm də Gemini'nin premiumu digərlərinə nisbətən ən yaxşısı olduğuna görə elə Gemini istifadə edirəm. Belə amma digərlərinə gələndə, məsələn, statistikaya gələndə, datalara gələndə, sonra kreativliyə gələndə, məsələn, ChatGPT istifadə edirəm. Məsələn, kod yazmağa gələndə, hər hansısa bir layihə üzərində işləməyə gələndə Cloud Code-dan istifadə edirəm və fərqli növləri var. Tamam. Bəs yaxşı ki, belə eləyim. Grok yoxsa Cloud? Grok yoxsa Cloud? Cloud. Cloud yoxsa GPT? Cloud yoxsa GPT? Cloud. Cloud yoxsa Gemini? Burada o biraz çətin seçim eləmək olacaq, amma mən yenə də seçimimi Gemini-də saxlayardım. Gemini yoxsa Çindən axırıncı modeli DeepSeek? Gemini. Hə? Bəs niyə? DeepSeek niyə yoxdur daha doğrusu? Bax belə deyim də, DeepSeek təzə bir modeldir və hələ ki Gemini qədər böyük bir nətər deyim sizə güc sahibi deyil də, başa düşürsüz. Məsəl üçün Gemini mən 3-4 dənə əmri eyni vaxtda vereyim, Gemini bu mənim üçün rahat həll edə bilər. Amma bunu DeepSeek eyni vaxtda hamısını professional həll edə bilməyəcək. Xırda səhvləri falan olacaq. Ona görə yenə də fikrimi tam olaraq Gemini-də hazırlayardım. Qərarımı Gemini-də qoyardım. Bir də Gemini biraz daha çox məsəl üçün gündəlik işləri belə həll eləməkdə Gemini daha yaxşıdır. DeepSeek elə bil ki, məsəl üçün hər birisinin öz belə deyim də mənfi müsbət tərəfləri var. Gemini Google'un yaratdığı bir süni intellektdir və sonradan çıxdı əslində. GPT-10 Gemini'yə qədər geniş bir bazar həcminə çatmışdı. Lakin Google elə bil ki, həmişə olduğu kimi daldan gəldi və hamını keçdi. Və Gemini indi çox yaxşı işləyir, amma ki şəkil yaratmağı Nano Banana 2 eləyir və GPT indi onu son güncəlləmələri ilə keçib.
İndi ümumi olaraq indi verəcəyim suala gətirəcəm sözümüzün canını. İndi süni intellektlə şəkil yaratmaq dedikdə insanlar daha çox GPT ilə danışırlar, amma ki məsləhət almaq, fikir almaq dedikdə Gemini ilə danışırlar. Gemini çox bilib az danışan adam kimidir. GPT-də çox danışan, boş boğazlıq edən adam kimidir. Beləsinə məsələ deyirlər bundan bağlı. Ondan bağlı bir sual vermək istəyirəm ki, biz süni intellektdə şəkil yaratmaq, video yaratmaq deyəndə, video yaratmaq üçün də xüsusi AI-lar var. Bunlar üçün ən yaxşı hansı məsləhət görürsən? Bunu mən bayaqlar da dedim, ChatGPT-nin müsbət tərəflərini deyəndə. Çünki ChatGPT daha kreativdir, daha yaradıcıdır. Bu sahələrdə ChatGPT-dən istifadə etməyiniz mütləqdir. Əgər məsələn kontent yaradırsınızsa və yaxud nə bilim dizayn ideyyanız varsa, mütləq şəkildə ChatGPT ən yaxşısıdır. Amma Gemini keyfiyyət cəhətdən Gemini daha önəmlidir. Məsələn, Gemini Nano Bananası daha yaxşı şəkillər düzəldir, nəinki ChatGPT. Bəs video düzəltmək üçün hansı süni intellektləri məsləhət görürsən? Video düzəltmək üçün sizə konkret olaraq siz bir sayt tövsiyə edeyim. Hansının ki daxilində token alırsınız və hansı videolardan orada məsələn formatlarına da baxa bilərsiniz. Məsəl üçün bu süni intellekt videoları necə öyrətir? Orada konkret olaraq məsəl üçün var ki, şəkil ürətən video süni intellektlər necə işləyirlər, nə qədər token yeyirlər. Bunlara falan hamısına baxa bilərsiniz. Onu da aşağı bölmədə biz qeyd eləyərik hansı saytdan istifadə eləməlisiniz. Reklam deyil. Adlarını deyərdin də. Məsələn, sırf biri video yaratmaq istəyir. Hətta bu bizi daha çox izləyən insanlar özünü inkişaf etdirən, elektron ticarətlə məşğul olan insanlardır. Səncə elektron ticarətlə məşğul olan biri kreativ yaratmaq üçün, video yaratmaq üçün ən yaxşı hansı süni intellektlərdən istifadə edə bilər? Şəkil yaratmaq istəyirsə Nano Banana 2 ən ucuz və ən yaxşısıdır. Amma video yaratmaq istəyirsinizsə Kling AI ya da ki Hazefield kimi süni intellektlərdən istifadə etməyiniz yetərlidir. Hətta son zamanlarda eşitmişəm ki, Hazefield Cloud-a inteqrasiya etmək olur. Cloud-u da Meta-ya inteqrasiya etmək olar. Ümumiyyətlə inteqrasiya məsələsinə gələndə Cloud Code elədir ki, Cloud Code-a sistemlərin çoxsunu demək olar ki, inteqrasiya eləyə bilirsiniz. Və bu çox yaxşı bir şeydir. Məsəl üçün siz Cloud Code-dan elə bir lazım gəlsə elə bir sistem qura bilərsiniz ki, ona sadəcə API anahtarı verməklə o sizin üçün işləyən bir süni intellekt botu belə yarada bilər. Yəni Cloud Code bayaqlarda dediyim kimi proqramlaşdırma, kodlaşdırma, layihələr, layihələr üçün çox ideal bir seçimdir. Bəs bu indi danışdığımız süni intellektlər var idi, ya şəkil yaradan, video yaradan, hətta az qala kreativin ideyasını belə yaradan, hookunu dizayn edən. Bunlar elektron ticarətə necə təsir edir? Gəl açıq danışaq. Elektron ticarət və süni intellekt elə bir modellərdir ki, bunlar davamlı olaraq inkişaf edirlər və bir-birlərindən başa-baş gedirlər. Elektron ticarət də sürətli inkişaf edir və süni intellekt də sürətli inkişaf edir. Bunların ikisini bir yerdə inteqrasiya etməyi bacarsaz, həqiqətən də çox yaxşı bir mağaza sahibi, çox yaxşı bir qazanc sahibi, biznes sahibi ola bilərsiniz. Əgər eləməsəz, sizə açıq deyim ki, siz öz rəqibinizdən ən azı 2 dəfə daha arxada olacaqsınız. Niyə 2 dəfə dedim? Çünki minimum süni intellektin ən rahat modelləri nələrdir? Bir video ürətməkdir, kontent ürətməkdir. Bir də ki data analitikadır. Daim mağazanızı data analitika eləməyiniz, biznesinizi data analitika eləməyiniz, bir də reklamları, satışları hamısını reklam ürətici botlarla, videolar yaradan süni intellektlərlə yaradıb rahatlıqla satışlarınızı, bilmirəm, minimum 2 qat artıra biləcəyinizdən əminəm. Ona görə mütləq şəkildə süni intellektdən istifadə etməyimiz məncə vacibdir. Yaxşı. AI dropshipping, organik dropshipping, yoxsa Meta ilə pullu dropshipping reklamını qabatan dropshipping? Hansı modeldən yaxşıdır səncə? İndi mən süni intellekt eksperti deyiləm. Burada amma mən şəxsi fikrimə görə ən optimalını seçməyə çalışacağam. Məncə ən yaxşısı organik dropshippingdir. Açıq deyim. Çünki mənə organik dropshipping davamlı bir sistem kimi gəlir və güclü bəş sistem kimi gəlir. Bəs AI dropshippingin nəyi pisdir? AI dropshippingin nəyi pisdir? Ümumiyyətlə satış formatında mən üstünlük verərdim ki, siz sıfırdan qurasınız və hər bir şeyi müştərilər orqanik şəkildə görsünlər. Instagram sizə orqanik tanısın, Facebook sizə orqanik şəkildə tanısın. AI dropshippingi mən pisləmirəm. Əksinə deyirəm ki, AI inteqrasiya edin dropshippingə mütləq şəkildə. Lakin əgər dropshipping edirsinizsə, bunu orqanik şəkildə eləyin və AI-dən də kömək alın. Məsəl üçün, videoları AI şəklində AI-dən istifadə edərək yaradın, AI inteqrasiya edin dropshippingə. Lakin onu paylaşarkən ona reklam verməyə ehtiyac yoxdur. Onu orqanik şəkildə eləyin. Davamlı olaraq süni intellektdən istifadə edərək videolar paylaşın. Sadəcə bunu davamlı olaraq eləyin. Həm bu sizə Instagram kimi böyük platformalarda güvəninizi yaradacaq, həm mağazanızın böyüməsinə səbəb olacaq, həm satışlarınız gələndə konkret olaraq biləcəksiniz ki, hansı kontent tutur, hansı kontent tutmur. Meta haqqında fikirləriniz yaranacaq, konkret olaraq insanları nə cəlb eləyir, bunları biləcəksiniz və sairə kimi müsbət tərəflərini deyə bilərəm. Burada mən də öz təcrübələrimlə paylaşmaq istəyirəm, çünki bu 3 sahə hal-hazırda ən aktual sahələrdən biridir. Azərbaycan kimi bazarda ən çox bizim istifadə etdiyimiz reklamlı ödənişlərlə, Meta ilə, Facebookla, reklamla Instagramımızı qabağa çıxardırıq və insanlar oradan görür, alırlar bizim səhifələrimizdəki məhsulları. Lakin hal-hazırda öz bazarımızda belə görə bilərsiniz ki, fərqli məhsulları orqanikdən dropshipping edən
tekstilin Türkiyəli satıcıları var. Bəlkə görərsən bundan bağlı. Bəzi məhsullar var. Üzü təmizləyən məhsullar, saç tökülməsinə qarşı olan məhsullar. Görmüşəm ha, qabağıma Onlar çıxır elə söz məhsulları test edənlər türklərdir əslində. Bizim bazarımızda test edirlər. Çünki bizdəki reklam xərcləmələri çox aşağıdır. Onlar reklamlı testləri Azərbaycan bazarında eləyirlər. Amma bunu açıq bir şəkildə deyə bilərəm ki, təcrübələrimlə, əgər kənara ayıra biləcək, hamara ata biləcək bir 3000 dollarınız yoxdursa, orqanik dropshippingin necə işlədiyini öyrənmədən reklamlı dropshippingə girməyin. Hətta bunu da rahatlıqla deyə bilərəm ki, orqanik dropshipping sizə daha yüksək təcrübələrə və sözün əsl mənasında daha yüksək qazanclara çatdıracaq. Reklamlı dropshippinglə sizin qazancınız 15 ila 20-25 arası olduqda, orqanik dropshipping ilə 40-50%-ə qədər qazancınız ola bilər. Yəni mayadan başqa xərciniz olmur söz məsəl mənasında. AI isə məsələyə əlavə elədi. Hüseynə tam qatılıram. AI dropshipping orqanikə inteqrasiya etmək yaxşı seçimdir. Lakin tamamilə AI ilə dropshipping etmək uyğun olmur. Bir yerdən sonra qopmalar yaranır sözün əsl mənasında. Ümumi olaraq suallarım bu qədər idi Hüseyn. Çox sağ ol ki, gəldin və hamısını cavablandırdın. İnsanlar səninlə əlaqə saxlamaq üçün necə əlaqə saxlasınlar? İnsanların mənimlə əlaqə saxlaması üçün həm e-mail qeyd eləyərəm, həm də ki şirkət nömrəsini mütləq şəkildə qeyd eləyərəm ki, kim istəsə rahatlıqla əlaqə saxlayıb ətraflı öyrənə bilər bu haqqda. Sosial şəbəkələri də adda istəsən qeyd eləyərik. Sosial şəbəkələrdən də daim olaraq aktivlikləri, yenilikləri izləyib baxa bilərlər, görə bilərlər. Bəs bunları öyrədirsən insanlara necə eləmələr olduqlarını? Bunları mütləq şəkildə yaxın zamanda öyrətməyə başlayacağıq. Çünki davamlı inkişaf edən bir sahədir və istəyirik ki, təkcə biz bilməyək, Azərbaycanda bir çox insanlar da bunu bilsinlər. İlk növbədə şəxsi yanaşmamı deyim. Ümumiyyətlə mən belə bir fikir sahibiyəm ki, bunu həm öz biznesimdə də tətbiq edirəm, həm də şəxsi həyatımda da tətbiq edirəm. Cəmiyyətdən öyrənirəmsə, cəmiyyətdən alıramsa, cəmiyyətə də verməliyəm. Bu həm maddiyyat mənasında, həm də ki belə bilik mənasında deyirəm. Məsəl üçün bir agentlik sahibi olaraq deyirəm ki, bazar payı da həm də eyni vaxtda məsəl üçün süni intellektdə çox böyükdür. Süni intellektdə bazar hələ ki böyük boşluqlar olduğu üçün bunu öyrətmək, bunu genişləndirmək həm də mənim özümü də öyrədəcək. Bazar payı çox böyükdür. Kiminsə girib öyrənməsi mənə heç bir problem eləməyəcək. Öyrənirlər, mən onları öyrədirəm və onlar bəsi qədər inkişaf elədikdən sonra mən də onlardan yavaş-yavaş öyrənməyə başlayıram. Onların yeniliklərini görürəm. Süni intellekt elə bir şeydir ki, daim kreativlik tələb eləyir. Onların yaratdıqları kreativlikləri, yanaşmaları görürəm, özüm də öyrənirəm. Ona görə öyrətmə inanmıram ki, problem olar bizim üçün. Ay sağ ol. Açığı bizim daxil olduğumuz bir school community'miz var və həmin community'də düzdür, bizim başlanğıcda istifadə etdiyimiz 6 dənə şablon var idi. Bu community'yə daxil olmaq üçün aylıq nə qədər ödəmişdik biz? 1700 dollar ödəmişdik səfər. 1700 dollar komissiyası ilə bir school'un komissiyası ilə birlikdə biraz daha çox çıxırdı, amma hardasa təxmini 1700 yəni dollar. orada bizə şablon olaraq ən başlanğıclarda bu 3-4 ay bundan əvvəl idi. Şablonlarla birlikdə daxil olduqda 6-7 dənə şablon var idi, amma indi hal-hazırda 180-dən çox şablon var və onların 6 dənə şablondan oturuyan 180 dənə şablonun geri qalanını tələbələr yaratıblar. Oradakı hətta 12 dənə şablon var, bizə aiddir. Bizim kimi fərqli şablonları yaradan tələbələr var. Yəni burada mentor fikirləşsəydi ki, oyda mən 2000-yə kiməsə öyrədirəm, 6 dənə şablon biliyor olacaqdı. Amma əldən üstündür sözün əsl mənasında. Ona görə onlar daxil olurlar, bunu genişləndirirlərsə, biz də bunu orada necə elədiklərini görüb gətirib öz torpaqlarımızda, öz vətənimizdə kopyalayıb genişlədiriksə, bu əslində həm də bizim üçün gələcəyi müddətdə qazancdır. Bunu qısa müddətdə etki kimi fikirləşmək olar, amma ki bu long termdə sözün əsl mənasında böyük qazancdır. Hüseyn, çox sağ ol bu gün gəlib bizimlə təcrübələri paylaşdığın üçün. Çox sağ olun, xoş idi. Son söz olaraq nə demək istəyirsən gənclərə? Motivasiyon olsun. Son söz olaraq demək istəyirəm ki, nəyə başlayırsınız başlayın. Birinci onu mütləq şəkildə perspektivli olacağından əmin olmalısınız. Yəni baxın ki, bu gələcəkdə necə olacaq? Bir bu. İkincisi də ki, hər kəs artıq yeniliklərə əl atır deyə mütləq şəkildə sürətli hərəkət etməlisiniz. Sürətli olmağınız vacibdir. Sürətli olun, inanın və işinizi çox dərindən analiz edin. Bu üç dənə aspektdən məncə bərk yapışın. Gələcəkdə uğurlu olmanızdan əminəm.